Biz say sistemidir. Bakın bu keçən dəfə keçdiyimiz dərs bir də bu say sistemi. İnformatikada demək olar ki, hesablamalar bundan ibarətdir. Bundan sonra bir dənə alqoritm var, o da çox asandır. Yerdə qalan hər bir mövzu demək olar ki, nəzəriyyələrdən ibarət olur. Ona görə də biz say sistemini də keçən dəfəki kimi qəşəng qavrasaq, yəni belə çıxır ki, biz informatikadan gedişatda heç bir problem yaşamayacağıq. Çünki nəzərləri də indi böyük ehtimal ki, gələn dəfə biz sizlə hardware qurğular dərsini keçəcəyik. Onda da görəsiz ki, yəni nəzəriyyələrin də bu hesablamalardan bir geri qalan tərəfi yoxdur. Yəni inşallah ki, asan yollarla izah edəndə heç bir problem olmur. Say sistemi nədir? Say sistemi rəqəm adlanan simvollar vasitəsilə ədədlərin yazılışına deyilir. Məsəl üçün biz gündəlik həyatımızda da istifadə etdiyimiz say sistemi var ki, bu say sisteminə onluq say sistemi deyirik. Baxın, çox önəmli bir məlumatdır ki, test tapşırıqlarında say sisteminin adını çəkməzsə, biz bu zaman onu onluq say sistemində götürürük. Məsəl üçün, deyir 47 ədədi yaddaşda nə qədər yer tutur? İndi biz oturub düşünməyəcəyik ki, və yaxud soruşmayacağıq ki, bu hansı say sistemindədir? Bu onluq say sistemində olacaq. Bəli. Amma qalan say sistemlərinin hər birini bizə müəyyən bir ipuclarla verməlidir. Tutaq ki, 47-ni onluq say sistemində yox, 8-lik say sistemində versə, ya bunun ətəyində 8 yazmalıdır, ya da qeyd etməlidir ki, 8-lik say sistemində verilmiş 47 ədədi. Amma dediyim kimi 47 ədədi ifadəsini sadəcə yazırsa, heç bir say sistemi adı çəkmirsə, deməli bu say sistemi onluqdadır. Yəni qısası onluq say sistemində verilmiş ədədlər onluqdadır deyilməyə də bilər. Biz özümüz bilməliyik ki, susmaya görə, yəni sanki standart halda say sistemi onluqda olur. Məsəl üçün biz gedib dükandan tutaq ki, deyirəm 15 dənə bizə yumurta ver deyiriksə, da qayıdıb demirik hansı say sistemindədir. Görürsünüzmü, biz gündəlik həyatımızda onluqdan istifadə etdiyimizə görə test tapşırığında da say sistemi adı çəkilmirsə, onu götürürsünüz onluq say sistemi. Və say sistemləri mövqeli və mövqesiz olmaqla iki yerə bölünür. Gəlin baxaq bunlar nədir? İlk öncə baxıram mövqeli say sistemi. Mövqeli. Mövqeli say sistemində ədədin qiyməti onun durduğu yerə görə Şimdi ne var? İzleyeceğim. Ha? mikrofonlarınıza diqqət edin, zəhmət olmasın. Demək, məsəl üçün yazıram buradan 27. Bir də yazıram 72. Bax, fikir verin. Birinci, yəni 27 ədədindəki 7 təklik mərtəbəsində durduğu üçün 7-ni, amma ikinci 70-dəki 7 isə onluq mərtəbəsində durduğu üçün 70-i ifadə edir. Aydındır? Sonra birincidəki 2 onluqda durub deyə 20-ni, amma ikincidəki 2 təklikdə durub deyə 2-ni ifadə edir. Bax, ona görə deyilir ki, mövqeli say sistemlərində ədədin durduğu yerə görə onun qiyməti təyin olunur. Və yaxud ədədin qiyməti onun durduğu yerə görə dəyişə bilər. 7 sağda duranda e, 7-ni alır, solda duranda 70 alır. Məsəl üçün, tutaq ki, yazıram 333. Birinci 3 təklikdə durub deyə 3-ü, ikinci 3 30-u, üçüncü 3 300-ü ifadə edir. Və görürsünüz, hamısı müxtəlif qiymətlər alır, amma hamısı eyni rəqəmlərdir. Nəyə görə olur? Yerlərini dəyişdikdə. Və bir də bunun əksinə olanı var, mövqesiz say sistemi. Mövqesiz. Misal, bura çəkə bilərik ancaq rum rəqəmlərini. Məsəl üçün yazıram. Bilirik ki, 11-dir də. 10 plus 1. Bunu da yazırıq. Bu da 9-dur. Bir dəqiqə bunu elə yazıq W yoxşuna. Deməli, bu da 9-dur bizim üçün. 10 minus 1. Bax, fikir verin. İndi bir x deyək də buna. Bu işarə solda durur, 10 alır. Sağda durur, yenə 10 alır. Sonra bu sağda durur, 1 alır. Solda durur, 1 alır. İndi bu aşağıdakını nümunə çəksək, 3 dənə x yazıram buradan. Bilirik ki, bunun qiyməti 30-dur. Hamısının da qiyməti 10 olaraq qaldı. Görürsünüz, yerləri dəyişəndə qiymətlərin dəyişmir. Bu daha deyirəm, ədədin qiyməti durduğu yerə görə dəyişirsə mövqeli, yerinə görə dəyişmirsə mövqesizdir. Necə yadda saxlaya bilərik? Sanki biz öz xasiyyətimizi
Məsəl üçün də kimlərinsə yanında dəyişmir isə, yəni hara gediriksə eyni mövqedən çıxış eləyiriksə, harda dururuqsa, deməli biz mövqesizik. Amma harda durursansa, həmin mövqedən çıxış eləyirsənsə də bu cür mövqelidir. Yəni xasiyyətini, fikrini, xarakterini yerə görə dəyişirsənsə bu mövqeli olur. Amma dəyişmirsənsə, o cür mövqesiz olur. Belə yadda saxlaya bilərsiniz. Bəli, dediyim kimi, kiçilik say sistemi mövqelidir. Çünki niyə görə? Məsəl üçün, orada 1-0 yazsam 10 ola bilər. Məsələn, bu 10-u ifadə edir. Amma sadəcə bunu yazsaz, görürsən, bu 1 sağda duranda o 1-i ifadə edir. Yəni, fərqi budur. Bir dənə mövqesizə misal göstərə bilərik bu Rum rəqəmlərini. Buradan sual hələ bugünə qədər düşməyib açıq, amma düşməyəcək anlamını vermir. Buradan sadəcə soruşa bilər, hansı mövqelidir, hansı mövqesizdir. Və say sistemləri, belə deyək, hansılardır? Biz magistrda sizinlə hansıları öyrənməliyik? Bunlar 2-lik, 8-lik, 10-luq və 16-lıq say sistemidir. 2-lik say sisteminin simvolları yəqin ki bilirsiniz, 0 və 1-dir. Sonra 8-lik say sisteminin simvolları 0-dan 7-yə qədər, 10-luq say sisteminin simvolları 0-dan 9-a qədər, 16-lıqda isə 0-dan 9-a qədər rəqəmlər A-dan F-ə qədər hərflər iştirak edir. A, B, C, D, Y, F. Sizə bir də maraqlı sual verim. Sizcə nəyə görə hər bir say sisteminin özünə daxil deyil? Yəni, niyə görə ikilikdə 2 yoxdur? Nə bilim, 8-likdə Mənim üçün ki orada sıfırda sayılırdı ona görə. ay sağ olun. Bəli, çünki sıfırdan başladığımıza görə, bəli, buna görə. Baxın, yadınızda saxlayın ki, əgər say sisteminin əsası P-dirsə, bu say sisteminin ən böyük simvolu P-1-dir. Say sisteminin əsası bilsin nə demək? Tutaq ki, yazmışam 34 ətəyində 8. Bu say sisteminin əsası nədir? 8. Əsas budur. Məsəl üçün, yazmışam 3, 5, 9, 16. Bu say sistemin əsası nədir? 16. Bəli, məsəl üçün, burada baxıb görsək, tutaq ki, say sistemin əsası 2-dirsə, ən böyük simvolu 2 çıxaq 1. 8-dirsə, 8 çıxaq 1 və s. Bugün dərsə qoşulanlarımız biraz azdır. Yəni. Keçən dəfəkinin yarısı qədər. Onsuz da magistr vaxtı da, yəni əsl sentyabr qruplarında da belə olur. Dərsə qoşulan sayı az olur. Təəssüf ki, sonra gəlib onu bax belə altın çəkirlər. Gəlir magistr imtahanda deyir ki, müəllim yaxşı bal toplamadım. Çünki il ərzində bu adam dərsə 3 dəfə, 5 dəfə ya gəlir, ya qoşulur. Təbii ki, onun nəticəsi olmayacaq. Deməli, baxın, növbəti nəyi bilməliyik? Say sisteminin rəqəmləri vasitəsilə ədədləri necə düzəldə bilərik? Tutaq ki, ikilik say sistemində ən böyük 3 rəqəmli ədəd. İkilik say sistemində cəmi 2 dənə rəqəm var da, biri 0-dır, biri 1-dir. İndi bunu ən böyük eləmək üçün biz bura 1 düzməliyik, yoxsa 0? 1. Bəli. Onda ən böyük 3 rəqəmli ədəd olacaq 3 dənə 1. Və 8-likdəki ən böyük 3 rəqəmli ədəd? 777 oldu. Ay sağ ol. 7, 7, 7. Kim deyər? Bəs 16-lıqdakı ən böyük 3 rəqəmli? 9, 9, 9. 9, 9, 9. F, F, F. Bəli, F. düzdür. Çünki burada adamı çaşdırır, rəqəm olaraq gördüyümüz 9-dur deyə ona görə deyirik 9, 9, 9. Yox. Bunların qiymətləri yadımdan çıxdı. A 10-dur, B 11-dir, C 12, D 13, Y 14, F isə 15-dir. Bəli, ən böyüyü deyəndə biz F ilə yazmalıyıq. Yaxşı, ikilikdə belə bir şey mümkün deyil. 8-likdə ən böyük 3 rəqəmli ədədi deyil, amma rəqəmləri müxtəlif olsun. Ən böyük olsun, amma rəqəmləri müxtəlif olsun. 765. 165. Ay, sağ olun, bəli. 7, 6, 5. Bəs 16-lıqda ən böyük 3 rəqəmli rəqəmləri müxtəlif. D, Y, D. F, Y, D.
F7. Bəli, F7. Düz. Belə, yəni bu elə bir məqamdır ki, elə bir andır ki, bu, bax bu düzəldir ya. Burada istənilən sayda, istənilən qədər bizdən soruşa bilər. Həmin an biz burada düşünüb tapmamızdan asılıdır. Sadəcə dediyim kimi rəqəmləri yerinə qoymaq kifayətdir. Çətin bir şey deyil, ona görə bunu çox qalmıram, çox vaxtınızı almıram. Bizim daha önəmli işimiz var. Bu iş keçidlərdir. Hə, burada bir şeydə məlumat vereyim qısa şəkildə. Say sistemlərində bir ədədin yaddaşda tutduğu yeri necə tapırlar? Çox sadədir bu da. Baxın, indi biz kodlaşma dərsi də keçəcəyik inşallah. Orada da bu haqda danışacağıq. Bax, 2 üstü neçədir? 2 2 üstü 1-dir. Ona görə ikilik say sistemində hər simvol yaddaşda bir bit yer tutur. 8 2 üstü 3'tür. Ona göre burada hər simvol yaddaşda 3 bit yer tutur. 16 2 üstü 4'tür. Ona göre hər simvol burada 4 bit yer tutur. Bu nə deməkdir? Məsəl üçün yazırıq. 1 0 0 1 ətəyində 2. Kim deyər? Bu nə qədər yer tutacaq indi? 4 bit. Ay sağ ol, bəli. 4 bit. Məsəl üçün 3, 6, 8. Bu nə qədər yer tutar? 8-likdə. 9. 9 bit. Ay sağ olun, bəli. Kim deyər bəs mən nə isə yazmışam? 8'i say sisteminde 8. Bəli. Ay sağ olun, bəli. Bax bu qəbula düşmə ehtimal olan suallardan biridir. Yazır bura, deyir səhvi tap, sonra baxırsan ki, burada nə səhv var ki, bəli. 8-ci say sistemində 8-in işi yoxdur. Dedi axı ən böyük simvol 7-dir. Məsələn, sonra 7 yazsaq doğru olur. Sonra yazıram A, B, 7, 16-lıqda. Bəs bu nə qədər yer tutur? Hərəsini bir dənə sayırsınız ha bunların hərfləri də. 12. 12. 12. Ay sağ ol, bəli. 3 vuraq 4 bərabərdir 12. Bir dənə qaldı bizim onluq say sistemi. Dərsinizdə qeyd edirəm, kim istəsə sonra baxar. Onluq say sistemində vəziyyət biraz fərqlidir. Çünki onluq say sistemini biz 2 üstü nəsə yaza bilmərik onu. Burada belə bir tərif deyirik ki, onluq say sistemindəki istənilən ədəd, məsəl üçün bu ədəd olsun x. Yaddaşda özündən sonra gələn 2-nin qüvvəti qədər yer tutur. Bax, düstur budur. Tutaq ki, atıram. Olsun 13 ədədi. 13-dən sonra 2-nin hansı qüvvəti gəlir? Sizcə? 16. 4. Bəli, onda 13 nə qədər yer tutacaq? 4 bit. Hı. Bəs, məsəl üçün 20 nə qədər yer tutar? Yine 4 değil. Yo, 20-dən sonra nə gəlir? 32. 6. Ay o 5. 5, 5. 2-nin qüvvətlərini dediyim kimi bilmək mütləqdir. Məsəl üçün, bəs 40 ədədi nə qədər yer tutacaq? 6. Ay, sağ ol. Çünki buradan sonra gəlir 64. Ona görə 6 bit yer tutacaq. Bəs 63 ədədi nə qədər yer tutacaq? Yine 6 bit olur. Yenə 6. 6. Bəs 64 ədədi nə qədər yer tutacaq? 6 yine eyni olur. Yaxşı, bax, bu düstura görə. 128. Ay, sağ ol. Orada. Bəli. Bax, bu düstura görə biz bura 64 yaza bilmərik. Özündən böyük olmalıdır. Ona görə 128 götürməliyiz. Bəli. 7. İndi, məsəl üçün, kimsə deyə bilər ki, bu ədədlər hardan çıxır? Bu ədədlər 2-nin qüvvətləridir. Mən də mənə verilmiş ədəddən sonra gələn 2-nin qüvvətini tapmalıyım. Məsəl üçün, bax, 31 ədədi nə qədər yer tutar? 5. 5. Bəli, bax, get-gedə adam öyrəşir. 5 bit. Çünki 2 üstü 5 gəlir. Bəs Bəli. 32 nə qədər yer tutar? 6. Ay, 6. sevgili 6-dır. Çünki 64 gəlir. Onda necə bir misal çəkə bilərik? Bax, bizə verilmiş ədəd 2 üstü n-dirsə, o ədəd yaddaşda n bit yer tutar, n plus 1 bit, yoxsa n minus 1 bit?
n plus En 1. minus Ay sağ olun, bəli. N plus 1 bit. Məsəl üçün 32 özü 2 üstü 5'dir, amma tutduğu nə qədərdir? 6'dır. Görürsən 5'dir, amma plus 1 qədər yer tutur. Düzdür. 2 üstü n ədədi yaddaşda n plus 1 bit yer tutur. Bax, belə də, bunları da deyirəm ki, sizə tam möhtəşəm şəkildə öyrənək biz bunu. Yəni, yola verilmiş şəkildə öyrənməyək. Bu ağlımızda bir dəfəlik qalsın. Yaxşı, 2 üstü n ədədi deyirəmsə, say sistemi adı çəkmirəmsə, bu hansı say sistemindəymiş ki? Onluq say Onluq say sistemində. sistemi. Onluq say sistemində. Ay sağ olun. Bu da hazır. Bu da tutduqları yer. Bir dənə qaldı. Qəbulun, ümumiyyətlə say sisteminin olmazsa olmazı keçidlər. İstər bu ilin birinci turunda, istər ikinci turunda qəbula düşüb say sistemindən keçidlər. Nəinki, ümumiyyətlə qəbul yaranandan ora demək olar ki, düşmədiyi il yoxdur. Bax, bu keçidlərin. Say sistemi demək olar ki, bundan ibarətdir. Bunun da tamam başqa yollarını deyəcəm. Çox asan şəkildə, yəni standart heç biri kitab dilində deyil. Yəni heç birini standart şəkildə deməyəcəm. Tamam fərqli deyəcəm ki, qoy asan olsun. Baxın, say sistemlərini iki yerə bölsək, bir tərəfdə bizə doğma olan onluq say sistemi durur. Digər tərəfdə isə biz indilərdə öyrəndiyimiz, yəni indi xəbər tutduğumuz, sanki indi tanış olduğumuz say sistemləri durur. Belə qruplaşdırsaq daha qəşəng olar. Məsəl üçün, 2-dən 10-a, 8-dən 10-a, 16-lıqdan 10-a, dünyadakı istənilən say sistemindən x yazıram, bilmirəm hansı say sistemidir. Onluq say sisteminə keçid eləyəndə biz vuracağıq. Vur. Amma onluq say sistemindən dünyadakı istənilən say sisteminə keçəndə niyə dünyadakı deyirəm? Çünki test tapşırığında qabağınıza bir də görəsiniz 5'lik say sistemi çıxdı. Da orada durub demirik, biz 5'liyi keçməmişik. Qayda eynidir. 10'luqdan 5'ə keçirsənsə bölürsən, amma 5'likdən 10'a keçirsənsə vurursan. İstəsəz bunu skrin eləyin. Bax, bu bir düsturdur, həmişə də sizə lazım olacaq. İndi bunu konkret nümunələr və yaxud qəbula düşmüş suallar üzərində bir-bir işləyək. Bunu silirəm. Birinci baxırıq, onluq say sistemindən digər say sistemlərinə necə keçə bilərik. Hə, bax, bunun qaydasını yəqin ki, bax, özə belə yazılır. Bu yazışları da bilsəz yaxşı olar. X ətəyində 10, X ətəyində 2. Yəni, onluqdan 2-liyə keçmək. Yazırıq. 27 ədədini, görürsən, ədədini deyirəm, onluq demirəm. Oca bilməliyik ki, bu onluq say sistemindədir. İkili say sistemində ifadə edir. Bunun böləcək də qaydası burada. necə? Burada bölünəcək də elə. Ay sağ ol. Bunun qaydası əslində belədir. Yəqin ki, belə görmüşsünüz. 27-ni 2-yə bölürük, 13 dəfə düşür, və daha doğrusu Bəli. 13 dəfə düşür, 26, qalıqda qalır 1. Özümü çaşdım mən. Sonra bunu yenə 2-yə bölürəm, yenə belə uzana gedir. Amma bunun sizə çox səliqəli və çox sadə bir dənə qaydasını deyirəm. 27-ni yazırıq, bir dənə buradan düz xətt çəkirik, vəsə. Burada 2 yazırıq ki, bilək nəyə böləcəyik. İndi bölürük. 27-ni 2-yə bölürəm. 13 dəfə düşür, qalıqda qalır 1. 13-ü yenə 2-yə bölürəm. 6 dəfə düşür, qalıqda qalır 1. 6-nı yenə 2-yə bölürəm. 3 dəfə düşür, qalıqda 0. 3-ü yenə 2-yə bölürəm. 1 dəfə düşür, qalıqda 1. Vəsə. İndi sol tərəfdən aşağıdan yuxarıya götürürsünüz. Sol tərəfin axırıncısı, sağ tərəfində hamısını. 1, 1, 0, 1, 1. Cavabımız elədir. 1, 1, 0, 1, 1. Bundan, yəni bu qaydadan üstünlüyü ondan ibarətdir ki, həm siz burada 2 rəqəmdən bir xətt çəkmirsiniz, həm də burada 4 dənə yerə nəzarət eləməlisən. A, B, C, D. A-nı B-yə böldüm, C dəfə düşdü, qalıqda nə bilim nə qaldı. Başqa bir dənə nümunə göstərim. Bu çox asan bir qaydadır. İndi əyani dərslərdə iştirak edəndə mən nümunələr, məsəl üçün də özüm test tapşırığı verirəm, siz yazırsınız. Onlaynda biraz, necə deyim, o barədə sıxıntı var. Çünki mən bilməyəcəm bunu kim yazdı, kim yazmadı. Dəftərlərinizə də durub deyirəm ki, olan şəkli mənə atın. Amma burada özüm bir-bir göstərirəm. Çətinlik olanda mütləq soruşun. Məsəl üçün, biraz ədədi böyüdürük, 50. 50-ni keçirəm 2-yə. 50 ədədi deyirsə, yenə deyirəm, bu onluq say sistemindən. Bölürük 2-yə. Nə qədər düşür? 25 dəfə. Qalıq qalır 0 şey. qalır. Bəli.
25-i yenə 2-yə bölürəm. 12 dəfə, 12 dəfə. qalıqda Qalıq 1. 1. 1. Bəli, 6-nı yenə 2-yə 6 bölürəm. dəfə 0 qalır. 3 dəfə 0 qalır. Bir dəfə 1 qalır. Çox. Vəsiyo. Belə də götürürüz. 1, 1, 0, 0, 1, 0. Hazırdır. 1, 1, 0, 0, 1, 0. Bu asandır, yoxsa o biri sizdə? Təbii ki, bu. Bu. Kimsə onu öyrəşə bilər, onu görə bilər nə vaxtsa, deyə bilər o asandır. Amma inşallah testlər çox olanda, məsəl üçün, ard-arda 10 dənə onluqdan ikiliyə keçəndə görərsən ki, bunu çəkmə öcə səni bezdirdi. Bir çəkərlər, iki çəkərlər. Bunu nə qədər çəkərsən. Amma bunu bir dənə xətt çəkib, dayanırsan. Başqa işin bir dənə bölməlidir. Все, bütün onluqdan bütün say sistemlərinə bu cür keçəcək. Ona görə dediyim ki, bunun üstünlüyü çoxdur. Məsəl üçün, başqa bir dənə nümunə göstərək. Biz bu dəfə keçək 8-ə. Tutaq ki, yazıram 90 bölünsün 8. Onluqdan 8-ə keçsin. Nə qədər düşür? 11 dəfə düşür. Qalıqda qalır 2. Çünki 11-i 8-ə vuranda 88 edir. Yenə bölməliyəm görəsən bunu. Bəli. 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 3 düşür. 11-i bölürəm Qalıq. 8-ə, bir dəfə düşür. Qalıqda Qalıq qalır 3. 3. İndi yenə götürürəm, bax belə. Nə eləyir? 1, 3, 2, hansı say sistemində? 8-lik. Sual var. Eyni qaydanı da bölürük də. Bəli, bəli. Onluq say sisteminin hara gedirsə, bu cür xəttlə bölürsünüz. Всё. Başa düşdüm. Bir dənəsində deyim. Bu dəfə onluqdan 16-lığa keçək. Məsəl üçün, balaca bir rəqəm deyirəm. Hələ ki, tutaq ki, 100. 100-ü bölürük 16-ya. Nə qədər düşür? Təxmini 6 dəfə düşür. 96 qalıqda qalır 4. Görürsünüz, bu biraz böyüdü deyə 16 tez bitdi. 6, 4. Amma indi biraz ədədi böyüdək. Məsəl üçün yazıram 167 bölək 16. Neçə dəfə düşəcək sizcə? 10 dəfə. Qalıqda nə qalır? 7. 7. 7. Sizcə cavab 17-dir, yoxsa A7-dir? A7. Çünki 9-da A7. bitir artıq. Ay, Sonra sağ olun, bəli. A7. Düzdür. Biz 16-lıq say sistemində bax, bunu görə bilmərik, yəni. Bunu necə görə bilmərik? Özləri veribsə bizə, məsələn 1-0 ətəyində 16 varsa, bu doğrudur. 1 və 0-dır. Amma sən almısansa 10, ağzımızda deyil, bax, 10 dəfə düşdü, 10. 16-lıq say sistemində 10 yoxdur, 1 və 0 var. 10 düşdüsə, avtomatik bunu hərflə əvəz etməlisən, cavab eləməlidir A7. Məsəl üçün, baxın, tutaq ki, 171 bölürəm 16-ya. Neçə dəfə düşür yerə? Yenə 10 dəfə düşür. Qalıqda nə qalır? 11. 11. 17. 11. 11. 11. İndi bu necə yazacağam? AB olur da. Ay, sağ ol. A 10, B də 11. Belə götürüyor. Olur abi. Başa düşdünüz tam olaraq. Bəli. Bəli. Əla. İndi bir dənə qalır bizim digər say sistemlərindən onluq say sisteminə keçmək. Onun da yenə qaydasını dediyim kimi standart deməyəcəm. Tamam fərqli deyəcəm ki, qoy bizi bezdirməsin. Birinci başlayırıq ikilikdən. İkilik say sistemindən onluq say sisteminə necə keçə bilərik? Yazıram, tutaq ki, ikilikdə bir ədəd 1, 0, 1, ətəyində 2. Əslində qayda belədir. Yazmalıyam buradan 0, 1, 2. Sonra təzədən yazmalıyam. Bu 1 vurulsun. Bu 2-nin üstündəki bu 2. Gözüm hələ birinci deyənə qədər şəxsən mənim ürəyim sıxılır ki, bu nəyə lazımdır bu? Düzcə qaydadır. Buna heç biz durub nəsə deyə bilmərik ki, biz bunu kəşf eləməmişik. Amma sonradan biz baxıb görürük ki, bu 0, 1, 2-ni yazana qədər
onun üstünə elə belə yaza bilərik. Götürüb hamısının üstə yazırıq 2. İndi yazıram 0, 1, 2. Burada artıq səhv eləmə ehtimalımız azdır. Demək olar ki, yoxdur. Aşağıda duranı vururam üstündə durana. 1 vuraq 2-nin kvadratı. 2-nin kvadratı nə eləyir? 4. Üstə gəl. Sizə bu 0 var deyə bunun üstünə xətt çəkə bilərikmi? Onsa 0. Bəli. Bəli. 2 üstü 0 nə verir bizə? 1. 1 1-i də eləyəcək 1-ə orada vuranda cavab. eləyəcək elə 1. Şu cavab hazırdır 5. Bir dənə göstərək baxın. Buradan yazıram. Məsəl üçün 1, 0, 1, 1. Ətəyində 2. Bax, yenə də götürürsünüz, hamısı üstə yazırsınız 2. Nömrələməyə də bir dənə diqqət edin ki, həmişə sıfırdan başlamalısınız. 0, 1, 2, 3. 1 vuraq 2-nin kubu. 8, Üstə gələk 8. 0. 4, Yox 0. Sıfıra vuramaz. Üstə gələk 1 Bəli. vuraq 2 üstü 1. Üste gerek 1. Bəli, bu yenə 1-dir deyə 1 də 1-ə vuranda qalır 1. Ay sağ olun. 11. Cavab yerdə 11. Sonra bax eyni şeydir, yenə eyni qaydadır. Burada bir dənə üstünlük odur ki, birini bildinizsə hamısında eynidir. Məsəl üçün 1, 0, 3, ətəyində 8. Necə çevirərəm bunu onluğa? 8 8 yazaram. yazaram Ay hamısını. sağ Sonra olun. Sonra 0, 1, nömrələyərəm. 2. 1 vuraq 8-in kvadratı. 64. 64. 0. 0 olacaq. Üstə gəl. 3 olacaq. Bəli, bax diqqətli olun. Burada 3 olacaq. Çünki 8 üstü 0 1-dir. 3-ü də 1-ə vuranda 3. 67. 67. Bax indi sizdən soruşuram. Niyə görə həmişə axırıncı ədədlər özləri qalır elə 3 qaldı, burada 1 qaldı? Həm çünki hansısa bir ədədə 0 yazılır. Çünki O da üzərində Ay bir sağ sıfır ol, var. bəli. Çünki bax, məsələn yazırıq A, B, C ədədi həmişə sonuncu özü qalır. Çünki bunun üstündə nə olsa, onun üstü 0 daxı 1 verir. Bəli, ona görə ən sağdakılar həmişə özləri qalır. Bir dənə də 16-lığa misal göstərək. Məsəl üçün yazıram. A9 ətəyində 16. Yenə yazırıq 16. Bu A-nı açmırsınız ha. Vuranda aça bilərsiniz ancaq 16. 0, 1. Sonra nə edəcəksiniz sizcə? 16 üstə gəl 9 olacaq. Yox, 16. A-dır bu. Hər A-nı elə ki 10 olaraq görün. Uca vuranda 10 kimi görə bilərsiniz. 160. Üste gerek 9. Ay sağ ol. Yenə bu 1-dir. Üstə gələk 9. Eləyir 169. 169. Bu qədər sadə. Baxın, bəzən tələbələr ümumiyyətlə əksəriyyət bax, öz görürsünüz. Keçən dəfə burada 25-26 nəfər var idi. Hətta bəlkə bir ara 30 da oldu. Amma bu dəfə 11 nəfər var. Ödənişsiz dərslər adı altında keçirilir deyə tələbələrin çoxu, qrupda görürsünüz 60-70 nəfər var, qoşulanlar sizsiniz. Çoxu elə başa düşür ki, dərs ödənişsizdirsə, yəqin ki, müəllim bunu əstəğfurullah yola verəcək, nə bilim, tam izah eləməyəcək. Xeyr, mən sizi əmin edirəm ki, bax burada bizim keçdiyimiz ödənişsiz dərslər çox ödənişli dərsdən üstündür. Yəni bunun 100% qarantisini sizə verirəm. İkinci, ödənişsiz dərslər sizə niyə xeyir eləyə bilər? Sentyabrda hər hansı bir özünüz hiss eləyəsiniz inşallah ki, sıfırdan başlayan tələbə ilə sizin aranızda yerlə yox qədər fərq var. Sıfırdan başlayan tələbəyə bu dərsləri birinci dəfə keçəndə inanın ki, bəlkə biz ilk aylarda kursdan bir 30-40 nəfər çıxır. Sual verirlər, soruşurlar, araşdırırlar ki, kursdan niyə çıxsan? Səbəb müəllim demir, kursumu deyir, xeyr, götürə bilmir. Ağır gəlir mənə. Amma görürsünüzmü, burada ağır heç nə yoxdur. Siz düşünün ki, hələ biz bunu bir dəfə də təkrar etsək, elə biləsiniz ki, elə siz bu testləri yazmısınız. Yəni Respublika birinciləridir, 90 pluslardır, nə bilim, o deyir məsələn mənim 25-ə 25 yazan tələbələrimdir. Bunlar hamısı ödənişsiz dərslərdən gəlirlər, əksəriyyəti. Ona görə də ödənişsiz dərslər həqiqətən çox önəmlidir. Bilmirəm, heç siz mənlə davam eləyəsiniz, eləməyəsiniz, öz işinizdir. Allah yolunuzu açıq eləsin. Allah hamının belə deyək də ruzisini zaten özü verir. Heç kim də heç kimdən siz məndən asılı deyilsiniz. Yəni sizin necə deyək, bəxtiniz mənə görə təyin olunmuyor, şansınız. Amma mən sizə qaydanı deyirəm ki, çox önəmlidir bu dərslər. Mən olmayım, başqa biri olsun. Yay boyu onsuz da boş-boş otururuq da, boş-boş, nə bilim, istirahət edirik. Elə bir dənə açıb video baxmaq məncə elə çətin deyil.
Belə, indi bir dənə mən sizə son olaraq onluq say sistemindən ikilik say sisteminə keçmək üçün çox qəşəng bir dənə yol izah eləyəcəm. Bu izah bizim, belə deyək, qəbulda ən azı bir 4-5 dəfə düşmüş sualların həllidir. Bilirik ki, onluq say sisteminə ikilik say sisteminə keçəndə bölürük. Ee, Bu dəfə isə biz bölmədən yazacağıq bunu. 5 dəqiqəmiz qalıb, elə bu 5 dəqiqədə bunu izah edeyim, bəsdir. Gələn dəfə hardware keçəcək. Bax, çox önəmli dərsdir. Qrupa da məlumat verəcəm. Mütləq iştirak edin. Məsəl üçün, bax, tutaq ki, bizə verilir 20 ədədi. Deyir ki, 20 ədədini çevir ikilik say sisteminə. Biz bunu bölə də bilərik. Artıq bizim qəşəng bir dənə qaydamız var. Xətt çəkirik, bunu bölürük. 10 dəfə düşür, qalıqda 0. 5 dəfə düşür, qalıqda 0. 2 dəfə düşür, qalıqda 1. 1 dəfə düşür, qalıqda 0. Yazırıq 1, 0, 1, 0, 0. Vəsə. Bunu bilirik. Amma bir dənə də bununla yazaq. Bax, necə yazırsınız? Sizcə 20-nin içində 2-nin ən böyük qüvvəti hansı yerləşə bilər? 4. Ay sağ olun. 16. Yəni 2 üstü 4. İndi 20-dən 16 dərəsi yazdım. Geriyə neçə qaldı? 4. Bunu da 202 kimi yazmaq Bəli, olar. bu da 2 üstü 2 kimidir. Əla. İndi bilirsiniz nəyə oxşayır geridə qalanı? Müəllim ki, götürüb jurnalın yuxarı başından başlayıb bir-bir yoxlama. Filan kəs var, yəni iştirak edir, hə, 1. İştirak etmir, 0. İnformatikada da hə cavabı 1-dir, yox cavabı 0-dır. Başlayırıq jurnalın ən yuxarısından. Yəni niyə görə ən yuxarı deyirəm? Ən böyük ədəddən başlayırıq, 4-dən. 4 varmı burada? Var. Onda yerinə yazıram 1. Düşürəm yavaş-yavaş aşağı. 3 var burada? Yox. 0. Bəs 2-nin yerinə nə yazacağıq? 1. 1. Sonra 1 gəlməlidir. Bax, burada yoxdur. 0. Birdən sonra 0 gəlməlidir. O da yoxdur. Çünki 0-dan başlayırıq axı biz nömrə eləməyə. Görürsünüz, eyni cavabı aldıq. Təbii ki, bu daha rahatdır, amma elə misallar var ki, bu qaydadan istifadə etsək daha rahat olacaq. Məsələn, başqa birini yazıram. Tutaq ki, yazıram bura 70. Sizcə 70-i yazmaq üçün 2-nin hansı qüvvətindən başlasaq yaxşıdır? 2 üstü 6. Ay, sağ olun. 64. Geriyə qaldı neçə? 6. 6. Onun içində nə var? 2 2 4 üstü var. 2 üstə gələk 2 üstü 2 2. üstü Ay, sağ olun. Bəli, Bir 2 üstü kimi. 2, 2 üstü 1 üstə kimi. gəl 2 üstü 1. Bir daha deyirəm, 70-in içində ən böyüyü 2 üstü 6-dır. Məsələn, 2 üstü 7 yazsam, 70-dən vurub çıxacaq çölə. 2 üstü 6 yazandan sonra 70-dən o 2 üstü 6-nı çıxırsınız, qalır 6. Sonra 6-nın içində ən böyük 4 var. Sonra 4 yazandan sonra burada qalır 2, 2-ni də elə 2 üstü 1 yaza bilərik. Bəs necə nömrələyək indi? 6 var, yaxşı, bura yazdıq 1 1. yazacağız. 1 0. 0 5 yoxdur, 4 yoxdur, 3 yoxdur, 2 1 var. yazacağız. 1 Sonra Yenə 1. yenə 1 var, 0 yox. 0 0. Ay sağ olun, bəli. Sonda bir dənə misal göstərim. Baxın, bu inşallah 2-nin qüvvətlərini yaxşı tanıyanda hələ təzə idi, elə də bilmirik. Bunlar sizə su kimi gələcək. Görün, nə boyda ədədləri qısa şəkildə biz belə həll eləyə bilərik. Yəni deyirəm, 2-nin qüvvətlərini yaxşı tanısaq. 1099 yazıram. Sizcə bunun içində 2-nin hansı ən böyük qüvvət yerləşir? 2 üstü 10. Ay sağ ol. 2 üstü 10. 1024. Buradan 1024 götürsək qalacaq 75. Burada nə yerləşir? Üstü 6. 2 üstü Üstü 6. 6. Qaldı 11. 2 üstü 3. 2 üstü 3. Qaldı 3. 2 üstü 1. Qaldı 1. 2 üstü 0. Ay sağ olun. Bəli. Bir dənə çətin bunu düzəltməkdir. Sonra başlayırsan. 10 var. 9, 8, 7 yoxdur. 6 var. 1 var. Hı. 5 yoxdur. 4 yoxdur. 3 var. 1. 2 yoxdur. 1 var. 0 Yenə var. 1. Biz deyə bilərikmi ki, buradakı ədədlər qədər elə 1 var? Sizcə? Necə? Bax, burada gördüklərimiz qədər 1 var, deyə bilərik. Bəli. Bəli, Bəli. çünki bunların yerinə 1 Bəli, yazır var. baxın. Bəli. Bəli, bax 1, 2, 3, 4, 5 dənə ədəd görürsənsə 1, 2, 3, 4, 5 dənə 1 olmalıdır. Burası ardıcıllıq söhbəti var. Bu qədər.
Say sistemi elə də böyük dərs deyil, qısa dərs deyil. Bir iki dənə demədiyim məqamlar qaldı. Onlar da inşallah sentyabrda istəsəz davam edə bilərik. Başa düşdünüz dərsi? Çətin gəlmədi. Xeyr. Başa düşdüm. Əla. Dediyim kimi, başdan düz ən axırıncı mövzuya qədər heç bir halda hiss eləməyənsiniz ki, bu çətin fəndir. Əslində çətin fəndir. Prosta biz imkan verməyəcəyik ki, siz bunun çətinliyini hiss eləyəsiniz. İnşallah növbəti dərsimizdə görüşərik. Kimin nə sualı olsa mütləq yazıb soruşun. Sağ olun, salamat qalın. Sağ olun mən. Sağ olun.